Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve eşhedü en la ilahe illallah vahdehu la şerike leh ve yetevella salihin. Ve eşhedü enne Muhammeden abduhu ve rasuluhu. Ve sallallahu aleyhi ve sellem salaten ve selamen daimeyn mutelazimeyn ile yevmiddin. Allahümme enfa'ni bima allamtani ve allimni ma yenfa'ni ve zidni ilme. Demək, sonra şeyx gətirir ki, İbn Teymiyyə rahiməhullah dəlil olaraq imanın şərtlərindən Allahın kitablarına iman. Allahın kitablarına iman. Ey kutubullahilləti ənzələhə mə'ər-rasul. O kitablardır ki, hansı ki onları rasullarla bircə göndərdi. Burada Peyğəmbər demədi. Rasullar dedi. Niyə demədi? Gələcək. Və likulli rasulun kitab. Hər bir rasulun özünün kitabı var. Dedi mi 4 dənə kitab? Bax, görürsən, Şeyx Hüseyn rahiməhullah gətirir ki, şərhdə hər bir rasulun özünün kitabı var. Hər bir rasulun. Demək, 4 dənə kitabla kifayətlənmir. Hər bir rasulun özünün kitabı var. Deyir Allah subhanahu wa ta'ala buyurur: "Və laqad arsalna rusulana bil beyinat və anzalna ma'humul kitab vel mizan." Biz deyir elçilərimizi aydın dəlillərlə göndərdik və onlarla birlikdə kitabı və tərəzini neylədik? Nazil etdik. Və anzalna ma'humul kitab vel mizan. Onlar bizə nəyi? Kitabı və tərəzini nazil etdik. Burada qəsd nədir? Laqad ərsəlnə rusulənə bil beyinət və ənzəlnə mə'umul kitab. Bütün rasullara. Bütün rasullara. Və buradan da dəlildir ki, Allah subhanahu və teala peyğəmbərlər istisna olmaqla nəbilər bütün rasullara kitab veribdir. Kitab nazil edibdir. Lakin bizə çatan hansıdır? 4 və ya 6. İbrahim suhufları və Musa suhufları 4 və ya 6. Bizə çatan artıq bu. Demək, bütün rasullara nə gəlibdir? Kitab gəlir. Və buradan da görünür ki, hər bir rasulun, əgər kitab gəlibsə də orada 100% nələr var? Əhkamlar var. Bəzi məzhəbçilərdə və yaxud da hətta bu cür dəvət edənlər də olub ki, 4 kitabdan başqa heç bir kitab yoxdur, heç nə iman gətirmək olmaz. Bunlar xatadır artıq. Yəni, açıq aydın dəlil var ki, bu ayə dəlildir ki, bütün peyğəmbərlərə kitablar nə olubdur? Nazil olubdur. Rasullar ayəsən. Və həzə yədullu alə ənə kullə rasulin məhu kitab. Şeyx Hüseyn rahiməhullah gətirir ki, bu ayə açıq aydın dəlildir ki, hər bir rasulun özünün nəyi var? Kitabı və ona kitab nazil olubdur. Lakin la na'rifu kullə kutub. Lakin deyir, biz hər bir kitabı bilmirik. Bilinən neçə dənə rasul var? Ümumi 300, ulul azim 313 ya 315, hə? Ulul azim 315 rasullar var da. Hələ bizə bilən nədir? Bilinən budur. Və bunların hər bir nəyi var? Kitabı var. Və hər birində nəyi var? Hökmləri var. Baxın ha. Suhuf İbrahim və Musa. Və həmçinin deyir, ayədə də var, Suhuf İbrahimə və Musa. Hansı surədə keçir? Əhsən. Ət-Tevrat vəl-İncil, Əz-Zabur, Əl-Qur'an. Əs-Sittə, yəni 6 dənə. Li'anna suhuf Musa ba'dum yaqul hiya Tevrat. Bəzi alimlərə görə suhuf dedikdə, Musa əleyhissalamın suhufu dedikdə Tevrat qəsd olunur. Çünki ona Tevrat açıq aydın kitab var axı. Bəzi alimlər suhuf deyəndə nədir? Tevrat qəsd olunur. Hətta buradan da istinbat çıxır ki, suhuf dedikdə, səhvələr dedikdə onun özü nəyə dəlalət edir? Kitaba. Və buradan nə fayda çıxır? İbrahim əleyhissalama suhuf dedikdə nə nazil olub? Kitab. Baxın, görürsünüz nə qədər fayda çıxır.
Bu hamısı bizim nəyimizdir? Əqidəmiz. Kitaba iman. Bəzən kitaba iman deyəndə Quran qəsd edirlər. Qurana iman gətirdik, qurtardı. Qurana iman gətirməsi təbii ki. Lakin nədir? Səmavi kitablar var və bu cür təfsilatlar var və Rasulların özlərinin kitabları var, suhuflar var. Bunlar hamısı nədir? Rəbbimiz tərəfindən nazil olub. Və olduğu üçün də nədir? Vacibdir ki, buna iman gətirmək. وبعضهم يقول غيرها فإن كانت التوراة فهي 5 وإن كان غيرها فهي 6. Əgər Tövrat qəsd olunarsa da o suhuflarla bircə onda 5 kitabdır. Bildiyimiz bizə məlum olan. Və yaxud ayrı-ayrı olarsa da o deyilsə də onda da nədir? 6-dır. Və nəhnu nu'minu bi kitab bi kulli kitab ənzələhullahu alə rusul. Və deyir, şək yoxdur ki, biz bütün rasullara nazil olan kitablara nədir? İman gətiririk. Və illəm tə'ələm bihi və bildiklərimizə və ya bilmədiklərimizə icmələn, yəni ümumi olaraq nə gəlibsə hamısına iman gətiririk. Və həmçinin ixtilafdır, bəzi hədislərə görə 124 min peyğəmbər gəlib, eləmi? Və bəzi hədislərə görə 200 min. 200 min. Və bunların içində rasullar. Fikir verir ki, 200 min peyğəmbər gəlibsə də elə peyğəmbər arasında olub ki, 700 il məsafə vaxt olub. 600-700 arası. Məsələn, Muhammed peyğəmbər sallallahu aleyhi ve sellemlə İsa aleyhissalam arasında əhsən 6-7 belə əsr fərq olub. Hələ bildiyimiz budur da. İnsan bax görürsən ki 124 və ya 200 min. Belə götürək. Səhih olan insanlar arasında da bunu götürürlər. 124 min. Və bunların eləsi olubdu bəlkə də arasında 10 əsr, 20 əsr şey olubdu, vaxt olub. Amma eləsi olubdu, onu bir vaxtda yaşayıb, 5-i bir vaxtda yaşayıb. Şuayb aleyhissalam, Musa aleyhissalam, Xıdır aleyhissalam. Yəni bunlar hamısı nədir? Bir vaxtda Harun aleyhissalam nədir? Yaşayıblar. Amma eləsi var nədir? Gör məsafə nə qədər? 600-700 il. Yəni belə götürdükdə hətta rasulların hərəsinin özünün kitabı olub və o kitablarla hökm vermək açıq aydın nədir? Zahir görünür ki, yəni ki, həqiqətdir. Həqiqətdir ki, yəni ki, bu boyda il ərzində heç nəsiz olmur da. Yəni ki, deyək ki, bəzi var ki, fətra əhlidir, hansı ki, onlara peyğəmbər dəvəti çatmayıbdır. Onlar tamam başqa. Amma söhbət nədən gedir? Ki, hansı ki, peyğəmbərlər arasında olan vaxt və ya 124 mindirsə gör, Adəm əleyhissalamdan bu tərəfə nə qədər məsafə, illər nə olub? Qət olunubdur. Və bunlara rasullar və nədir? Dəvətçilər. Dəvətçilər də kimdir? Rasulların dəvətçiləri? Nəbilər. Nəbi nədir? Nəbi. Xəbər verən də bildirən. Nəbi nədir? Onu da nə edəcəyik? İndi açıqlayacaq. Və sonra gətirir ki, Allahın rasullarına iman gətirmək. Rasullarına iman gətirmək. Ay Rasulullah və humullezine avhallahu ileyhim bi şəra'i. O rasullardır ki, Allah subhanahu və teala onlara şəriət, qanun. Şəriət nə deməkdir? Şəriət sözü qanun. Qanun, qayda deməkdir. Şərə, ərəbcə qanun, qayda, qanunlar deməkdir. O rasullar ki, Allah subhanahu və teala onlara şəriət qanunları nədir? Vəhy edibdir. Allah subhanahu öz qanunlarını, öz əhkamlarını inifdir ona. Vəhy edibdir. Və əmərəhum bittəbliğihə və əmr edibdir ki, onları neynəsin? Təbliğ etsin. Və əvvələhum Nuhun və əxəru Muhammed s.ə.v. Bunların ən əvvəli nədir? Nuhdur, Nuh aleyhissalam. Və sonuncusu kimdir? Peyğəmbər s.ə.v. Və buradan da nə çıxır? Adəm əleyhissalam rasul deyil. Adəm əleyhissalam rasul deyil. Burada dəlillər var. Necə ki Allah subhanahu və teala buyurur: "İnna awhayna ileykə kema awhayna ilə Nuh və nəbiyyina min ba'di." İnna awhayna biz sənə nədir? Vəhi endirdik Nuh'a və ondan sonra gələn peyğəmbərlərə də nədir? Vəhi
endirdi. Və buradan da deyir, açıq aydın dəlil ki, Nuh və ondan sonra gələn. Bu da onun rasulluğuna nədir? Dalalət edir. Sonra gətirir ki, وَلَقَدْ أَرْسَلْنَا نُوحًا وَإِبْرَاهِيمَ وَجَعَلْنَا فِي ذُرِّيَّتِهِمُ النُّبُوَّةَ وَالْكِتَابَ. Biz deyir Nuhə və İbrahimə, onun zürriyyətindən gələnlərə peyğəmbər və kitablar neynədik? Onun zürriyyətinə dedik də, yəni vəhy etdik. Peyğəmbər, yəni buradan açıq aydın görünür ki, onun zürriyyəti dedikdə demədi Adəm əleyhissalam, Nuh və İbrahim, ondan sonra gələnlər. Yəni bu ayələr çoxdur. Və zürriyyət Nuhun və İbrahim və ləzinə qablə Nuhun lə yəkunu fi zürriyyətihi. Və buradan da görünür ki, Nuhdan qabaq belə bir zürriyyət olmayıbdır. Nə zürriyyəti? Peyğəmbərlik. Demək, zürriyyət, yəni peyğəmbərlik və kitab nazil olanlar kimdən sonra baş veribdir? Nuh və sonra İbrahim əleyhissalamdan sonra nədir? Baş veribdir. Demək, bunun nəslindən, bunların nəslindən gəliblər. Nələr? Peyğəmbərlik və rasullar. Və sonra gətirir ki, Nuh əleyhissalam, və burada açıq aydın ayə var ki, və qavmə Nuhu min qablu innəhum kənu qablə fəsiqin. Nuhun qövmü onlardan qabaq nə idi? Fasiq idilər. Fasiq idilər. Yəni, buradan da açıq aydın bütün dəlillər göstərir ki, yəni ondan qabaq heç nə olmayıb. Nə baş verib, ondan sonra baş verib. Həqiqətən də bilirik ki, Adəm əleyhissalamdan sonra bir qisim alimlərə görə 9 nəsil, bir qisim alimlərə görə 9 əsr sonra artıq nə başladı? Müşriklik, küfür və sonra Allah subhanahu və teala kimi göndərdi Rasul olaraq? Nuh əleyhissalam. Və bu da biriz etap başladı. İlk dəfə adnalar başladı. Həqiqətən adnalar başlayır, ha? Bu adına var, adına. Adına oradan gəlir. Adını anmaq mənası təzkirul əsmə gəlir və yaxud da tətəzəkkəru adlandırmaq adlarını. Yəni, yavaş-yavaş adlarını falan kəs yaxşı oğlan idi. Yığılırdılar, bir yerdə onu vəsf eləyirdi. Və sonra dedilər ki, bir bastırladığı yerə gedəyin. Getdilər, börbaşını təmizlədilər. Sonra onun heykəlini qurdular. Əsrlər çəkir ha bu və ya nəsillər. Və sonra ibadətə başladılar. Bax ki, şeytan necə işlədi. Bax ki, şeytan necə işlədi. Və onunla da neynədi? İbadət edələdilər. Və sonra gətirir ki, İzə minəl Qur'anə sələsə ədillət tədullu alə ənə Nuhən əvvələ rusul. Quranda deyir, 3 yerdə gəlir ki, həqiqətən Nuh əleyhissalam ilk rasullardandır və bu da nədir? Dəlillərdir. Və min sünnətə məsəbədə fi hadith şəfəə ənə əhləl məvqif yəqulunə li Nuh əleyhissalam əntə əvvəlir rasul ərsələhullahu ilə əhlil ərd və hədə sarih. Deyir, sünnədə də açıq aydın hədis var ki, ilk dəfə hansı məvqif duran qövm. Kimlərdir o duranlar? Hansı ki, sorğu-sualı gözləyənlər. Hamı? Məhşər günü. Və gəldilər kimin yanına? Məşhur hədisdir, şəfaət hədisi. Kimin? Adəmə gəlir, o deyir, mən cənnətdən qovmuşam. Sonra ilk rasul olaraq kimin yanına gəlirlər? Nuh əleyhissalam. Nuh əleyhissalam ki, yəni ki, get şeylə. Yəni, və bu hədis də məşhurdur. Sonra Peyğəmbər sallallahu aleyhi ve sellemə gəlib deyirlər. Və o da gedir, arşın yanında Rəbbinə səcdə edir. Allah subhanahu nə deyir? İrfə rəsək, başını qaldır. Və qul yusmə, de, eşidilir. Vəsəl, vəşfə, tuşəffə. Vəsəl tu'ta, istədiyinə verilir. Vəşfə, tuşəffə. Şəfayət olunana şəfayət nəni? Et. Yəni, buradan da açıq aydın görünür ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin
bütün peyğəmbərlərdən nə olması? Üstün olması. Aydın mı? Hətta Nuh aleyhissalam kimi, İbrahim aleyhissalam kimi, İsa aleyhissalam kimi, Adəm aleyhissalam kimi insanlardan nədir? Üstün olması. Və sonra gətirir ki, bax bu 3 əsasdır. Birinci, Əmə Ədəm aleyhissalam və sələm fəhuvə nəbiyyün və leysə bir rasul. Buradan deyir, açıq aydın bilir ki, Adəm aleyhissalam deyir, nəbidir, rasul deyil. Və əmə İdris fəzəhəbə kəthir minəl müəxirinə əv əksəruhu və ba'du müfəssirina aydan ilə ənəhu qablə Nuhin və ənəhu min əcdadi. Ləkin həzə qavlu daifi ciddən və Qur'an və sünnə təruddu və savav mə zəkərnə. Bəzi qaynaqlardan gəlib ki, İdris aleyhissalam Nuh aleyhissalamdan öncə olub. Baxa, bəzi qaynaqlarda belə bir şey var. Şeyx Hüseymin Rahiməhullah gətirir ki, bu deyir, daifdir. Olduqca zəif bir şeydir. Yəni, dəlil buna yoxdur. Kimsə nəsə gətirə bilər, amma dəlil buna nədir? Yoxdur. Və əxuruhum Muhammedun aleyhissalam, axırıncıdır deyir, Peyğəmbər sallallahu aleyhi ve sellemdir. Kim? Muhammed sallallahu aleyhi ve sellem. Ayədən tərcəlir. Və ləkinnə rasulallah, lakin deyir o, yərhəm qal, Allahın rasulü və xatəmən nəbiyyin və Peyğəmbərlərin nə idi? Sonucu xatım var, axırı var, xətim. Xətim sözü bilirsiniz nədir? Yəni, Quran niyə deyirsiniz ki, oxudum, axıra qədər qutardım? Sonluğunu qutardım. Nə deyirsən sonda? Xətim o deməkdir, ondan sonra başqa bir ay ola bilməz. Xətim sözü elə bir şeydir ki, ərəb dili qrammatikada, bələğatda, ərəb dilin bələğatında, bax, Allah subhanahu və teala ona görə onlar dedi, Rəbbinin sözünün qarşısına bir söz gətirə bilmirdilər, müşriklər. Dedilər, bu şeir deyil də. Yəni, Allah subhanahu teala Rəbbimiz elə bir bələğatdan onu deyirdi ki, qarşısına işə gətirə bilmirdilər. Təsəvvürlə deyir ki, xatəmun nəbiyyin, Peyğəmbərlərin nəyi? Sonuncusun, yəni xətm olunanı. Xətm nə deməkdir? Lüğəti mənası o deməkdir ki, ondan başqa mümkün deyil ki, Peyğəmbər olsun. Quranı xətm etdin, axırıncı ayədən əlavə kimsə ora nəsə eləyə bilməz. Xətmdir, bitdi. Mümkün deyil, bitdi. Və ona görə şeyx gətirir ki, baxsan ki, deyir, vələm yəqul. Demədi, deyir ki, xatəmur mursəlin, Peyğəmbər, rasulların sonuncusu. Rasul daxı. Niyə demədi rasulların sonuncusu? Dedi, Peyğəmbərlərin sonuncusu. Çünki deyir, لِأَنَّهُ إِذَا خَتَمَ النُّبُوَّةَ خَتَمَ الرِّسَالَةَ. Əgər deyir, Peyğəmbərlik xətm olundusa da, risalət də artıq xətm olundu, bitdi. Aydın oldu, qardaş. Çünki Peyğəmbərlər nədir? Dəvət. Rasullar həm rasul, həm nədir? Peyğəmbər, dəvətçilərdir. Amma Peyğəmbərlər nədir? Rasul deyil. Rasulların nə idi? Dəvətçisidir. Yəni, xatəbun nəbiyyin dedi və ayənin əvvəl nədir? Ləkinnə rasulallah, Allahın rasulü, bax, və Peyğəmbərlərin nəyi? Sonuncusu. Rasul və Peyğəmbər bir ayədən oldu? Bilindi, elə demək deyil. Rasul olduğu bilindi və dəvətçi olaraq da sonuncu Peyğəmbərdir. Ha, ondan yoxdur da artıq sonra. Hocam, ayəni bir tədəbbür elə. Aydın oldu mu yəni? Yəni, bu açıq aydın nədir? Özündən sonra kimlər ki, deyirəm, vəhi gəlir, yuxuda onu gördüm, yuxuda nətər oldum. Bunlar hamısı nədir? Küfürdür. Bunlar olmaz. Fəin qult, əgər deyil, sual versələr. Və İsa aleyhissalam yənzülü fi əxiri zamanı və huvə rasulü fəmə cavab. İsa aleyhissalam deyir, axır zamanlarda zühur olacaq, elə deyilmi? Zahir olacaq da. Deyir, buna cavabın nədir? Sual verir. نقول هو لا ينزل بشريعة جديدة وإنما يحكم بشريعة النبي صلى الله عليه وسلم. وإذا قال من المتفق عليه أن آخر هذه الأمة بعد نبيها أبو بكر وعيسى يحكم بشريعة النبي صلى الله عليه وسلم ويكون من أتباعه فكيف يصح قلنا إن خير هذه الأمة بعد نبيها أبو بكر. Deyir ki, birincisi o deyir, nazil gələcək zuhur olan, lakin deyir, Peyğəmbər sallallahu əleyhi və səlləm şəriətinə tabe olaraq, öz şəriətini yox. Peyğəmbər sallallahu əleyhi və səlləmin şəriətinə tabe olaraq dedi, gələcəkdir. Onda deyir, səhih hədisdə deyir var ki, Buxari Müslimdə, Peyğəmbərdən
sallallahu aleyhi ve sellemdən sonra ən üstün Əbu Bakırdır. Deyim, buna cavab nə deyirsiniz? Ha, suallara. Bəs demişsiniz ki, açıq aydın hədis var. Şeyx gətirir ki, birincisi de İsa aleyhissalam Allahın Rasuludur. Allahın Rasuludur. Müstakil ulul azim peyğəmbərlərdəndir deyir. Və la yaxturu bil bali muqarinəti beynə və beynə vahid min hadhihi ümmə. Onu deyir, hansısa ümmətdən bir şəxsi müqayisə edə bilməzsən. Onun adı Rasul, Allahın Rasuludur və Peyğəmbər sallallahu əleyhi və səlləm nə deyir? Peyğəmbərlərdən, yəni ümmətimin məndən sonra artıq nədir? Xatamın nəbiyyidir, peyğəmbərlərin sonuncusudur. Ondan sonra insanlar arasında ən üstünüdür deyir. İsa aleyhissalam, Peyğəmbər sallallahu əleyhi və səlləm öndən gələn rasuldur. Çatdı yəni? Şübhəyə cavaba var. Öndən olan rasuldur deyir bu. Sonradan gəlməyir. Başa düşürsən? Yəni öndən olan rasuldur. Və ona görə deyir, Əbu Bakır insanların arasında ən üstün olandır. Təbii ki, imanına görə, təqvasına görə. Bu deyir birinci. Fəyəkunu min ətbə'i fəkeyfə yəsuhu kulna inna xayrə həzil ümmə bə'də nəbiyyə Əbu Bakır. Və deyir, bu deyir, baş verdikdən sonra necə deyə bilərik ki, yəni deyir, Əbu Bakır İsa aleyhissalamdan nədir? Üstündür. Deyir, nədir? Mümkün deyil, deyir bu. Liənnəhu min tənəttuh və qad hələkə mutanədun kəmə qal Nəbiyyə s.ə.v deyir, bu artıq deyir, mutanaqid yaradır. Ziddiyyət. Rasul hara? Rasul olmayan siravi, müsəlman hara? Yəni bunlar deyir, artıq bir-birinə nə deyir? Birinə Allah s.ə.v vəhy edir, birinə yox. Biri cənnət əhlindəndir, biri də cənnət əhlidir. Lakin nəyi? Biri günahsız olaraq, masum olaraq, amma birində xata da var, günah da var. Ola bilər, ola bilməz. Sahabədir, sıravi şəxsdir. Günah ola bilər, ola bilməz. Qutardı. Amma Rasullar nə deyir? Təbii ki, dəvətində nə deyir? Masum. İkincidir, məsələ gəldikdə, huvə əxirul ümməti illə İsə. O da deyir ki, o deyir, ümmətindir, axırıncıdır, xeyr insandır, hansı ki, İsa aleyhissalam. Bu da deyir, şək yoxdur ki, Allah subhanə və teala'nın əmri ilə gəlib və bəzi şeyləri izhar eləyəcəkdir. Bəzi şeylər nədir? İnnə İsə leysə min ümmət. Bax, İkinci deyir, məsələyə fikir verir. Peyğəmbər s.ə.v nə deyir? Fəhimə bax, Şeyx Hüseymini. Deyir ki, Allah Rasulü dedi ki, məndən sonra bu ümmətin ən xeyirlisi. İsa aleyhissalam Peyğəmbər ümmətindən deyil, axı deyir. Bəni İsraildən idi. Bəni İsraildən olmasa belə, Peyğəmbər s.ə.v öncə olduğuna görə o ümmətinə daxildir. Xeyr. Sən deyir, bu sual nətər verə bilərsən? Baxsan ki, nə deyir? Həqiqətən fəhim öz yerini nədir bildirir. Və la yasuhu an taqul innehu min ümmeti və huve sabiq alayhi lakinne min etba'ihi iza nazala lianna şeriatun Nebi sallallahu baqiyatun ila yevmil qiyamah. Deyir, o deyir, şək yoxdur ki, başqa ümmətdən olduğu üçün, amma Allah Rasulü sallallahu aleyhi ve sellem ümmətinə nə olacaq? Tabi olacaq. Niyə? Çünki deyir, Peyğəmbər sallallahu aleyhi ve sellem ümməti üz gətirdiyi risalə qiyamətə qədər nə deyir? Davam edəcək deyə ona tabi olmaq məcburiyyətindədir. Ona tabi olmalıdır. Təbii ki, bu Allahın nədir? Əmridir. Və in qayləqə keyfə yəkun təbiyə və huvə yaqtulul xinzir və yaksilu salib və lə yəqbəlu illəl-İslam mə ənəl-İslam yuqiruhə əhləl kitabə bil cəziyyə və yaxud da bil cizyə. Deyir ki, həqiqətən maraqlı bir sual verir. Deyir ki, İsa aleyhissalam gəlir, deyir, tabi olur şəriətə, Peyğəmbər şəriətinə və deyir ki, donuzları öldürür, xaçları qırır, məhv eləyir və biz bilirik ki, şəriətdə deyir, onları fəth edəndə onlardan cizyə alırsan axı, niyə qırmalısan? Elədir, elə deyil. Maraqlı sual verir, ha. Deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem bu haqda deyir, xəbər veribdir. Fətəkun min şərih və yəkun nəsən limə səbqə min hükmül İslam. İslamın, Peyğəmbər sallallahu bu haqda xəbər verir, ha, deyir. İslamın bəzi hökmləri var ki, vaxta çatdıqda nəsx olunur, deyir. Hökmü düşür artıq. Hökmü düşəcəkdir.
Çünki artıq elə haldır ki, o halda nədir? Hökm düşəcəkdir. Artıq nədir? Onlar İslamı qəbul etməsə öldürüləcəkdir. Qırılacaqdır xaçlar. Yəni bu ora yaxın vaxtlarda olacaqdır. Və sonra gətirir ki, diriliş vaxtı. Burada kifayətlənək. Allah Subhanahu taala bizə istifadələrdən etsin. Subhanakallahumma hamdik, əşhədu an la ilaha illa ente, estağfiruke və etûbü ileyk.